rəqəmsal avronu tətbiq etmək istəyən Avropa dövlətlərindən biri Almaniyada yeni kansler seçilib. Bundestag ikinci cəhddə səs çoxluğu ilə Friedrich Merzdi kansler seçiblər. Onun siyasi, iqtisadi xətti, eləcə də o cümlədən qeyd etdiyimiz rəqəmsal avro ilə bağlı bizimlə elə Almaniyadan canlı bağlantıda Kommersbankın analitiki Murad Cəlalovla danışacağıq. Elə istəyərdik ki, onunla biz müzakirəmizi aparaq. Murad bəy, buyurun, eşidirik biz sizi. Salam, hər vaxtınız xeyir. Almaniya artıq yeni kanslerini təyin etmiş oldu və yeni kansler Friedrich Merz Almaniya üçün nəzərdə tutulan bütün layihələri ilk öz çıxışında açıqlamış oldu həm də. Deməli, birinci növbədə Almaniya kansleri Almaniyanın iqtisadiyyatı və infrastrukturuna nəzərə yetirməyi fikirləri açıqladı və burada aylar öncə də artıq təkcə Almaniyanın infrastrukturu üçün 500 milyard avrodan çox vəsait ayrıldı və artıq kansler təyin olduqdan sonra bu layihələrin həyata keçirilməsinə davamlı olaraq start verildi və Almaniyanın bir çox yerlərində də artıq yenidən qurma, binaların yenidən qurulması işlərinin həyata keçirilməsinə başlanmışdır. İkinci ən böyük sahə isə defens sahəsidir. Bu sahəyə isə təqribən olaraq 18 milyard avrodan çox vəsait ayrıldı və bununla Almaniyanın həm də Rheinmetall şirkəti olan bu defens sahəsi üzrə ixtisaslaşmış bir şirkətin səhmləri də artıq yüksəlmə xətti üzrə gedir və bu artıq bir neçə aylardır özünü göstərir. Təqribən olaraq 600 avrodan 1600 avronun üzərinə qədər də yüksəlmişdir. Digər üçüncü ən böyük sahə SAP sahəsidir, hansı ki burada dünya üzrə məşhur olan Almaniyanın SAP sahəsinə maliyyələrin ayrılması nəzərdə tutulur. Çünki Almaniya istəyir ki, bir çox sahələri artıq digitalizm etsin, yəni rəqəmsallaşdırsın və bunlardan da ən böyük atılan addımlardan biri də olacaq ki, artıq bar-geld, yəni nəqd pulla ödənişlərin aradan qaldırılması, amma üzərində nəqd pul olmasa belə, internetin də olmasa belə ikinci ən böyük əsas nüans burada oldu ki, internet olmadan belə offline olaraq, təkcə online deyil, offline olaraq da ödənişlərin həyata keçirilməsi mümkün olacaq. Və bu addımla da artıq Klarna və PayPal kimi ödəmə sistemlərini Almaniya qurmuş olur. Və bunu da təqribən olaraq 2023-cü ildə Digital Euro olaraq ECB mərkəzi, Avropa Mərkəzi Bankına irəli sürülən bu layihə təqribən olaraq 2028-ci ildən artıq rəqəmsal avronun ödənişlərinin həyata keçirilməsinə başlanılacaq. Çox sağ olun, minnətdarıq sizə. Bəli, Birləşmiş Ştatların məhz Avropaya təzyiqi nəticəsində bir avronun məzənəsindən dollarla müqayisədə biz enişini müşahidə elədik. Hal-hazırda yeni kanslerin seçilməsi və onun əsas strategiyası nədən ibarətdir? Birləşmiş Ştatların iqtisadi azadlığı azaltmaq, Avropa və eyni zamanda Almaniyanın iqtisadi inkişafına nail olmaq. Bu hansı formada baş verəcək? Bu barədə biz növbəti buraxılışlarımızda danışacağıq. Enerji bazarı